Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar qiymətləndirmə nəticəsində əlillik yenidən müəyyən edildikdə şəxs ötürülmüş müddətdə daxil olmaqla əlilliyi olan şəxs hesab ediləcək. Xəbərə doğrunun məlumatına görə, bu barədə məsələ Milli Məclisin bugün keçirilən iclasında əlilliyi olan şəxslərin hüquqları haqqında qanuna dəyişiklikdə öz əksini tapıb. Layihə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi məqsədi ilə hazırlanıb. Həmən müddət üçün vətəndaşın sosial ödənişlərinin aparılmasını təsbit edən dəyişiklik, əlilliyi olan şəxslərin sosial təminatını daha da yaxşılaşdırılmasını nəzərdə tutur. Erməni TV iddia edir ki, Azərbaycan ilə Rusiya santimetrinin nəzarətində olan ərazilərdə yerləşən qanunsuz erməni hərbi birləşmələri arasında bir neçə istiqamətdə atışma baş verib. Düz xəbər məlumat verir ki, Ermənistan mətbuatı iddia edir ki, Ağdərə istiqamətində atışma gedir. Kəlbəcər istiqamətində isə Azərbaycan ordusu mövqeyini irəli çəkib. Rəsmi məlumat hələ ki yoxdur.